Baxın, burada əzəmətli bir məsələ və çoxumuz bu şeydə də yenə qəflətdəyik. Öz qardaşını axtarmaq, araşdırmaq. Baxın, Allah Resulü sallallahu aleyhi ve sellem ən şərəfli, ən xeyirli insan öz sahabəsini axtarır. Yəni filankəs hanı? O filankəs ki, öz uşağı ilə elm dərsinə gəlir, məclisə gəlirdi. Hanı? Görsənmir. Və Allah Resulü sallallahu aleyhi ve sellem həm sahabələrdən soruşur onun haqqında və eyni zamanda Allah Resulü sallallahu aleyhi ve sellem onunla görüşdükdə ondan özündən soruşur. Nə olub, niyə gəlmirsən? Və öz uşağı haqqında soruşur. Onun uşağı haqqında soruşur. Və bu şeylər bizdə çoxumuzda bu ədəbdən uzaqıq. Yəni hansı ədəb? Qardaşlarımızı axtarmaq, ətrafımızdakı dostlarımızı, yoldaşlarımızı, qohumları axtarmaq, onlarla maraqlanmaq. Və təəssüf görürsən ki, ağsaqqallarımız məsciddə ya başqa yerlərdə onlardan axtarmır, onları soruşmur. Nə oldu, niyə gəlmədi, filan kəs niyə yoxdur, çoxdan görsənmir, aramızdaydı, indi yoxdur, nə olub ona? Görürsən ki, hansı bir kəsin sıxıntısı, problemi var, xəstəliklə ya hansısa bir ailəsində olan sıxıntısı ilə və insan uzun müddət olmur və biz onu soruşmuruq, araşdırmırıq, axtarmırıq, niyə? Yoxdur. Amma baxın, Allah Resulü sallallahu aleyhi ve sellem bizə bu hədisdə bizə bu ədəbi öyrədir ki, özü əməl edir, soruşur, axtarır, hanı o sahabə? Və həmən sahabə ilə görüşdükdə Allah Resulü sallallahu aleyhi ve sellem ondan soruşur uşağı haqqında, öz uşaqları haqqında. O bu da normal davranışdır. Və biz də öz ətrafımızdakı olan böyüklərdən soruşduqda uşağın hanı, necədir, yaxşıdırmı, bu şeylər soruşmaq icazəlidir.